Üçbucaqlar mövzusuna aid bir sualın gəlin bir yerdə izahına baxaq. İlk öncə deyir ki, CD DY-yə bərabərdir. Ona görə bura bir A deyirəm. Və burada 90 dərəcə görürəm. Onun qonşusunu 90 dərəcə tamamlayıram. Buralar 90 dərəcədir. Daha sonra mən fikir verirəm üçbucaq ACD-yə və üçbucaq DAY-yə. Bu üçbucaqla bu üçbucaq. Bu üçbucaqlar bərabər konqruent üçbucaqlardır. Niyə? Çünki onların bu katetləri eynidir. Hipotenuzları, baxın, eyni hipotenuza söykənirlər, eynidir. Ona görə bu katetləri də eyni olmalıdır. Bundan da razılaşdıq. Daha sonra mən burada 12-ni bilirəm, hipotenuzu bilirəm, böyük üçbucaqda 20-dir. Mən CB katetinin uzunluğunu tapa bilərəm. Gəlin buradan yazaq. CB-nin kvadratı bərabərdir. 20-nin kvadratı çıxılsın 12-nin kvadratı. Bu da mənə 16-nın kvadratını verər. Yəni CB katetinin uzunluğu 16-dır. Bura A-dırsa, bura 16 çıxılsın A-dır. Daha sonra nəyə baxıram? Baxın. Bu bucaqla bu bucaq bərabərdir. Bu bucaqlar bərabərdir. Niyə bərabərdir? Çünki hər ikisinin baxdığı tərəf fikir verin. Burada A-dır, burada A-dır. Həm də ki, biz demişdik ki, bu üçbucaqlar nədir? Bərabər üçbucaqlardır. Onların tərəfləri bərabərdirsə, bu bucaqları bərabərdirsə, onda biz deyə bilərik ki, bu bucaqlar da bərabər bucaqlardır. Və mən AD-nin burada tənbölən olduğunu tapdım. AB tənböləndir. AD tənböləndirsə, onda tənbölənin bir qaydası var idi. Gəlin o qaydanı həmən yadımıza salaq. Deməli, əgər buradan tənbölən çəkilibdirsə, bura A, bura B, bura C, bura D idisə, onda belə bir nisbətimiz var idi ki, C-nin A-ya nisbəti D-nin B-yə nisbətinə bərabərdir. Eyni nisbəti mən burada da görürəm. Baxın, bu tərəfin A-ya olan nisbəti 12-nin A-ya və bu tərəfin bura olan nisbətinə baxacam. Yəni tərəfim 20-dir və 16 çıxılsın A. İndi isə mən bu tənasübü həll edirəm və buradan A-nın qiymətini tapıram. A-nın qiymətini də siz tapın, kommentlərdə görüşək.